Herkese selam dostlar. Hamvız kanalıma ve yeni YouTube videoma hoş geldiniz. Bugün hiç çekmediğim bir video ile karşınızdayım. Necə YouTube'da ilerlediğim hakkında danışmak istəyirəm. Çünkü məndən ilham alan ve yeni YouTube'a başlayanlar için biraz tövsiyə vermək istəyirəm. Düzdür, deyə bilərsiniz, sənin adından çox deyil. Amma mənim üçün həqiqətən sizə çox görünməsə də mənim üçün həqiqətən 25 minə yaxınlaşmışıq hoca. Abunəyə çatmaq mənim üçün çox böyük bir uğurdur və mən də öz təcrübələrimə əsasən sizə müəyyən tövsiyələr vermək istəyirəm və necə bu qədər irəlilədim bunun haqqında danışmaq istəyirəm. Hadi o zaman videomuza keçək. Dostlar, bilirsiniz ki, mənim YouTube'um 12 il öncə açılıb, anam tərəfindən açılıb və mən hazırda shorts ve uzun videolar keçən il, yəni 2025'in yanvar ayından shorts yükləməyə başlamışam davamlı olarak və keçən ilin yayından, yəni 2025-ci ilin iyun ərəfələrində məktəb bitən zamanı mən düşündüm ki, mən shorts çəkirəm və o an 200 falan abunəm var idi sadəcə shortslarla və əvvəlki anamın yüklədiyi kısa, daha doğrusu uzun videolarla, o da 3-5 dənə idi və dedim ki, mən uzun videolarla qət edə bilirəm. Yəni kısa videolarla qət edə bilirəm. Elə məktəblər bağlanmışkən də mən uzun videoda çəkməyə başlayıb və mənim o ara nə CapCut proqramından xəbərim var idi, nə kapak fotosunu necə düzəltməkdən, heç bir şeydən xəbərim yox idi. Tam YouTube'a belə deyim də profesional şəkildə başlamamışdım. Heç nədən xəbərim olmuyor. Özümün yavaş-yavaş öyrəndiklərimlə belə deyim başlamışam. Və mən bir şeye qərar verdim. Mən insanların belə videolarına baxırdım ki, necə videolar daha çox xoşlanılır. O da əyləncə videoları idi. Lakin mən evdə videolar çəkmək istəyirdim və bunun üçün düşündüm ki, mən bir koleksiyon açım. Çünki koleksiyon videolar da mənə maraqlı gəlirdi həmişə. Və sticker düzəldim və kağızdan bir şeylər düzəldim. Ləvazimatlar alım və bir dənə yer eləyim. Koleksiyon yeri eləyim və elə uzun videolar çəkeyim. İlk koleksiyonumu siz bilirsiniz, belə görsətməkdə hələ də burada durur, amma elə videolar çəkmirəm. Belə dostlarıma hədiyyə düzəltməklə, belə stikerlər, belə posterlər hazırlamaqla mən videolarımı çəkdim və koleksiyonumu burada düzmüşdüm və o an heç bir ləvazimatım yox idi və mən alırdım, çəkirdim. Əlimdə olan özümün büdcəsi ilə bir şeyler eləməyə çalışırdım və o zaman mən 100 neçə abunə idim səhv eləmirəmsə, ya da 200, mən də tam əmin deyiləm, çünki biz birdən-birə artdıq. Və mən belə çəkməyə başladım. Sonra qərar verdim ki, özümü də çəkeyim və o zaman çox az video çəkirdim səhv eləmirəmsə. Kəndə getdiyimizdə bir video çəkmişdim, xatırlayıram və o anki videolarımın heç biri, baxın, heç biri keçən ilki videolarımdan heç biri CapCut'la düzəlməmişdi və mən bilirsiniz nə edirdim. Baxın, burada dayanma nöqtəsi var məndə. Burada dayandırırdım və açırdım, dayandırırdım və açırdım və heç bir proqramdan istifadə etmirdim dediyim kimi. Və mənim üçün bu uğursuz olmadı. Təsadüfən mən məsələn indi baxışlarımız azalıb, amma keçən il heç bir şey düzəltmədən, proqram istifadə etmədən promoyuna çəkirdimsə YouTube'a yüklüyordum və o an 10.000, 5.000, 10.000 arası izlənirdi videolarım və çox yaxşı da izlənmə qət eləyirdi. Məsələn, adicə ən yüksək yarım milyon izlənən videom məktəb alışverişi heç bir proqramla düzəlməyib. Yəni çəkdim və paylaşdım. Amma indi əmək qət eləyirəm və avadanlıqlarım da var. Lakin yenə də az izlənir. Mən düşünürəm ki, çox əmək sərf elədiyim videolar az izlənir, amma əməksiz olan, həqiqətən də belə süni deyil, real həyatda, həyatda
çəkdiyimiz videolar daha çox izlənir və yəni keçən il çox yaxşı bir izlənmə etdik. İndi gəlin başa gedək. Mən o an yenə videolar eləyirdim. Özəlliklə Temu videolarım çox izlənirdi. Baxın, çox izlənmiş videolarım bir dənə hansı videomuydu? Çox izlənən 5 videomdan bir dənə tək rəng videom var ya. Orada sadəcə Amina ilə məni dedim ki, tək məni ya da Aminanı izləməyin, qarışıq olsun. Bir dənə orasını düzəltdim. O da 1 dəqiqəmi falan aldı. Bir də Temu sifarişim var idi. Ad günümə Temu sifarişim. Bir dənə onu düzəltmişdim. Başqa bu orijinal çıxdı Temu sifarişim var idi. 100.000 izlənən. İndi kanal səhifəmə girib baxarsınız. Məsələn, onlar heç bir editləmə yox idi. Yəni mən sizə tövsiyəm təbii ki də bir videonu editləməmək və yaxud da ki belə başlamaq deyil. Sadəcə bu mənim təcrübəsizliyimdən gəlir. Niyə? Çünki mən YouTube-a ani bir qərarla başlamaq istədim. O da yay tətilidir deyə. Və düşündüm ki, mən onsuz da düşünməmişdim ki, mən oradan vəsait qazanacağam, ona görə eləyim. Mən sadəcə hətta indi də mən sadəcə hobbi üçün eləyirəm. Çünki mən video çəkməyi, insanlarla sosial bağlar qurmağı çox sevirəm. Ona görə buna başlamışam və mən bunu iş kimi heç vaxt təsəvvür etməmişəm və indi də sadəcə mən sizinlə danışmaq, söhbət etmək və motivasiyamı yüksəltmək üçün bu videolar çəkirəm. Yəni mən sonra məktəb alış-verişimdən sonra hər gün 1000 artmağa başladım. Çox şok bir şeydi. Çünki mənim hədəfim 3 ayda 500 abunə olmaq idi, 500 abunə artmaq idi. Amma mən getdim o 3 ayda 10.000 abunə artdım. Yəni çox böyük bir mənim üçün artışdı və çox sevindim. Əslində belə bir artış gözlənilmirdi. Sadəcə məktəb alış-veriş videomu o qədər çox bəyəndiniz ki, mən bir həftədə 7.000 olmuşdum. Çünki hər gün dediyim kimi 1000 artırdım. Və o qədər xoşbəxt olmuşdum ki, bu videonun təbii ki də istəyənlər var. Yenə mənə ən çox indi şərh yazanlardan biri bilirsiniz nədir? Məktəb alış-veriş videom gələcək, məktəb alış-veriş videom çəkəcəyik səni yenidən. Bəli, çəkəcəm. Həm də ki, istəyirəm ki, videolarımın əvvəlkilərə qayıdım və çox toxunuş etməyim videolarımın üzərində. Məsələn, bu videoya çox toxunuş etmək istəmirəm, düzdür, baxacağam, düzəldəcəm. Amma məktəb alış-verişimi istəyirəm ki, keçən ilki üslubda çəkim. Yəni belə, yeni başlayanlar üçün indi bir də tövsiyə verim. Bu mənim gedişatım idi. Yeni başlayanlar üçün CapCut proqramını tövsiyə edirəm. Çünki orada şablonlar və yaxud da ki, yeni video düzəltmək üçün yerlər var. Mənə deyirsiniz, qabaq fotoğrafını hardan düzəldirsən? Çox vaxt özüm düzəldirəm. Elə CapCut proqramından. ChatGPT falan istifadə etmirəm. Sadəcə CapCut'un əgər istədiyim, məsələn, gözəl şəkil çıxarda bilməmişəmsə, məsələn, günlük vloqlarımda, bəzilərində və yaxud özüm düzəltmişəm, amma daha çox canlı olmasını istəyirəm qabaq fotoğrafının. Onda CapCut'un yəni var, süni intellekt rejimi var və ora basıram və deyirəm ki, bu məsələn şəkli canlandır. Sadəcə mənə ona kömək olur. Sizə indi burada proqram üzərindən göstərə bilməyəcəm. Çünki mənim də təcrübəm azdır. İndi sizə çox pis tövsiyələr, sizi pis tərəfə yönəltmək istəmirəm. Sadəcə bu mənim təcrübəmdir. Və mən indi bu qədər artdığıma çox məmnunam. Və bir də şey deyim. Zəhmət olmasa məktəb açılana qədər 30.000 olaq. Əslində keçən il çox daha artmışdıq. İndi izlənmələrimiz keçən ilkinə baxaraq çox aşağı düşüb. Yəni aşırı dərəcədə aşağıdadır. Və əgər 30.000 olsaq məktəb açılana qədər biz toplamda 5.000, 6.000 abunə artmış olacaq. Yəni keçən ilki kimi olmayacaq. Amma dəstəklərinizi hər birinizin gözləyirəm. Amma mən izləyicilərimi çox sevirəm. İzlənməsinə, izlənməməsinə baxmayaraq hələ də motivasiyadan düşmürəm. Hələ də sizə 2 gündə bir, 3 gündə bir video atmağa çalışıram.
Və sizə dediyim kimi CapCut proqramını tövsiyə edirəm. Və əgər təzə başlamısınızsa, həqiqətən mikrofona ehtiyacınız yoxdur deyə düşünürəm. Çünki mən mikrofonla başlamamışam, nə kamera ilə, nə mikrofonla heç birinə başlamamışam. Şu an öz telefonumdan çəkirəm. Amma telefonda yer o qədər azdır ki, çünki həm telefonda video çəkdiyim üçün yer dolur. Amma inşallah bunda kamera alaraq daha yaxşı yerlərə çıxacağıq. Sadəcə tripod ala bilərsiniz. Çünki harasa qoyanda səs çıxır. Amma mən şu an, məsələn, indi tripodla çəkirəm. Çünki tripodla çox asandır. Məsələn, götürüb qoya bilərəm və narahat etmir. Yeni başlayanlar üçün tripod tövsiyə edə bilərəm. CapCut proqramından istifadə etməyə tövsiyə edə bilərəm. Bir də ki, yeri və işıq konforu olmalıdır. Çünki məsələn, qaranlıqda ola bilməz. Mən də bunun üçün düzdür, əlavə telefonun üstündə işıq istifadə etmirəm, amma otağımın işıqlandırmasını çoxaltmışam. Və bir də ki, səsim tutuldu. Ətrafın səliqəli olması və konforlu olması da, yəni bir də video fikirlərinin çox olması. Bir də ki, sizə dəftər tutmağı tövsiyə edə bilərəm. Düzdür, yəni çox önəmli deyil. Mən məsələn bu il tutmuşam. Mən bu il tutmuşam dediyim kimi dəftəri. Amma məsələn hansı videodan daha çox artım əldə etdimsə, əldə etdiyinizi bilmək üçün məsələn dəftər tuta bilərsiniz. Məsələn bu videodan 100 baxış əldə etdim, o birindən 200. Deməli hansı sizin kütləvizi, yəni izləyicilərinizin hansı videoları daha çox xoşladığına əmin olmaq üçün seçənəklər də qoya bilərsiniz. Məsələn mən deyirəm ki, siz mənə video fikirləri deyin. Çünki siz hansı video çeşidini daha çox sevirsinizsə, onun kimi, ona bənzər videolar çəkim. Düzdür, çoxunluqla məsələn əyləncə tipli videolar istənilir. Amma yeni başlamaq üçün məncə hər hansı bir aktivitə tapmaq lazımdır deyə düşünürəm. Ya əl işi, nəsə düzəlt, məsələn, belə deyim, mən onu deməyi unutdum. Çox hoppandım. Məsələn, mən ilk başda başlamışdım elə əl işi ilə kanalımı açmağa. Məsələn, labubu kutular düzəldirdim. O aralar çox populyar idi. Labubu kutular düzəldirdim, stiker düzəldirdim, squishy düzəldirdim və 2000-3000 abunə nə idi? İzlənməyə çıxırdı və məni çox xoşbəxt edirdi. Məsələn, bunun üstə qurula bilərsiniz və yaxud birinin fanı olaraq qurula bilərsiniz. Yəni, özünüz istədiyinizi seçə bilərsiniz və yaxud əyləncə və yaxud qarışıq. Məsələn, mən qarışıq çəkirəm. Bəzən əyləncə, bəzən vlog, bəzən belə tövsiyələr videosu olaraq çəkirəm və istəyirəm ki, həmişə eyni videolar çəkməyim. Düzdür, dediyim kimi biraz vlogları çoxaltmışam, amma narahat olmayın, əyləncə videoları da gələcək. İstəyirəm ki, məsələn, çeşidli videolar olsun. Mən buna çox diqqət edirəm. Məsələn, YouTube'a necə başladım haqqında çox əvvəllərdən çəkmişdim. İndi necə artdım, dərslərimdə necə yaxşı ola bilirəm. Yəni, belə tövsiyələr də verirəm, vlog da çəkirəm, əyləncə videoları da çəkirəm. Amma məndə həqiqətən əyləncə videoları daha çox bəyənilir. Məsələn, tək rəng alış-veriş, məktəb alış-verişim, Temmuz sifarişi hər ay verməyə çalışıram, amma gecikir. Amma, yəni, həqiqətən bu kütləyə sahib olmaq mənim üçün ən böyük uğurlarımdan biridir. Mənim sizə verəcəyim tövsiyələr belədir. Heç vaxt əgər bu işə məqsədinizə doğru getməyi istəyirsinizsə, o məqsədinizdən, yolunuzdan dönməyiniz. Çünki siz onu nə qədər eləsəz, siz onu nə qədər istəsəz o işi etməkdə, o qədər də uğurlu olacaqsınız deyə düşünürəm. Məsələn, mən elə düşünürəm,
mesela dərslərimdə də, YouTube'da da heç vaxt nəyisə azalanda izlənmələrim və yaxud da ki, abunəçim azalanda həvəsdən düşmürəm. Daha da çox video çəkməyə çalışıram və izləyicini cəlb etməyə çalışıram. İnşallah bu tövsiyələr sizə kömək olmuşdur. Təbii ki də şərhlərə məndən daha hansı videoların gəlməsini istəyirsinizsə, şərhlərə yazmağı unutmayın. Bu aralarda da fərqli dondurmalar və yaxud da ki, yenə tək rəng alış-verişi və yaxud da ucuz və isə bahalı abur-cuburlar kimi bir video çəkmək qərarım var. Buradan da sizə spoiler verirəm, amma avqust ayında böyük ehtimal ki. Artıq bu videomuzun sonuna gəldik. İnşallah yeni başlayanlar üçün ən azından biraz da olsa faydam olmuşdur. Bye bye.